Hər hansı bir kvadrat tənlik üçün V teoremini bilirik. Bu teorem bizə kvadrat tənliyi həll etmədən onun köklərini tapmağa kömək edir. Yəni, hər hansı bir kvadrat tənlikdə x1 və x2 köklərinin ümumi formullarını bilirik. Və ona görə də x1 və x2 köklərini cəmləməyə çalışsaq, aşağıdakı şəkildə bir ifadə alırıq. x1 üstə gəlinsin x2 bərabər olur. Kəsir xəttdə surətdə mənfi b üstə gəlinsin kök altında dedi, çıxılsın b minus kök altda deyə bölünsün 2a-ya. Kök altda diskriminantlar əks işarəli olduğu üçün onların cəmi 0 verir və mənfi 2b bölünsün 2a. 2-lər də ixtisar getdikdən sonra ümumi şəklimiz x1 plus x2 bərabərdir. Mənfi b bölünsün a şəklinə düşür. Eyni qayda ilə tənliyin köklərinin hasilini də həll etmədən tapmamız mümkündür. Burada da x1 vurulsun x2 c bölünsün a-ya bərabərdir. Bu bərabərliyin də hardan alındığını baxmaq istəsək, eyni qayda ilə x1 və x2 köklərini yerinə qoysaq və onların hasilini tapsaq, yekunda ifadəni sadələşdirsək, c bölünsün a şəklində almış oluruq.